Salam gözəl insanlar, bugün yeni bir video ilə qarşınızdayım. Biraz çox formal bir giriş oldu, amma ümidvaram məni üzgün sayarsınız. Bugün biz danışırıq informasiya yorğunluğundan. Yəni mən bunu deyə bilərəm ki, hətta başlıqda gördüyünüz kimi siz həyatdan nifrət eləmirsiniz. Sizin beyniniz qarışıqdır, hə, amma bu o demək deyil ki, beyniniz ümumiyyətlə işləmir. Gəlin əvvəlcə sizə yaxşı xəbəri verim. Əlbəttə ki, yorulmaqla həyatdan nifrət eləmə arasında çox böyük fərqlər var, amma bəzən biz o qədər çox kontentlərə, informasiyalara məruz qalırıq ki, bəzən özümüzü itiririk və bu cürə itirdiyimiz dövrlərdə neqativ düşünmək əlbəttə ki, bizim əlimizdə olmayan bir şeyə çevrilir. Amma dediyim kimi, yaxşı xəbər verdik. İndi ikinci yaxşı xəbər var ki, bunun adı var. Bu bir termindir əslində və buna informasiya yorğunluğu, yəni information fatigue deyilir. Bu əslində insanlarda yaranması media tərəfindən baş vermiş bir psixoloji haldır. Yəni beynin çoxlu məlumat analiz eləyir, amma onların hara yerləşdirməli olduğunu bilmir. Məsələn, beynimizi bir kitablıq kimi təsəvvür eləyək. Bu kitablığın hər bir rəfində müxtəlif informasiyaları doldurmuşuq. Ailəmizlə bağlı olan informasiyalar, dostlarımızla bağlı olan informasiyalar, dünya haqqında olan informasiyalar, bizim oxuduğumuz, təhsil aldığımız fakültə ilə bağlı olan, ixtisasla bağlı olan informasiyalar və s. Və biz gündəlik olaraq gah dostluq haqqında nəsə oxuyub, sonra birdən ailə haqqında, sonra dünyanın vəziyyəti, sonra ölkə, sonra iqtisadiyyat və s. Davamlı olaraq bunları istilak etdikcə biz bilmirik hansı informasiyanı beynimizin hansı rəfinə qoymalıyıq. Və bu da bizdə yorğunluq, həmçinin tükənmişlik yaradır. Gəl sənə bir sual verim və sənin videonu dayandır və aşağılarda şərh hissəsinə yaz. Gündə neçədən xəbər oxursan səncə? Bilirəm, heç birimiz hesab tutmuruq, heç birimiz bunu oturub yazmırıq, amma ən azından bir fikir yarana bilərsən də. Məsələn, 1 saat ərzində TikTokda gəzsən, yəqin ki, ən az 200 video görmüş olarsan. 1 saatı vur, neçə saat TikTokda gəzirsən ona və yaxud da Instagramda neçə saat gəzirsən ona. Ən azından bəlkə də 1000 dənə fərqli informasiya görürsən gün ərzində və müxtəlif insanlardan, dünyanın müxtəlif yerindən. Bu eyni zamanda mükəmməl bir şeydir, amma dediyim kimi, sən kontrolu və idarə etməyi itirəndə və hansı informasiyanı hansı rəfə qoymalı olduğunu anlamayanda, bu yaxşı bir şeydən çox bədbəxtçilik kimi gəlir insana. Və yalnız mövzu informasiyanı qəbul etmək deyil, həmçinin bu informasiyaların rəngarəngliyidir. Dediyim kimi, bir gün görürsən ki, İsrail İrana hücum eləyib və sonra görürsən ki, alimlər hansısa bir xəstəliyə çarə tapıblar. Gah dünyanın vəziyyəti ilə bağlı çox pis hiss eləməyə başlayırsan, bir tərəfdən də birdən-birə sevinməyə başlayırsan. Və yaxud da bir kontent görürsən, ürəyin gedir gülməkdən. Bu qədər emosiyanı eyni vaxtda yaşayırsan, eyni gün ərzində yaşayırsan və insanlıq əlbəttə ki, emosiyalarımız davamlı olaraq dəyişir, amma biri var bunu sən özün istəyəsən, bir də var ki, gördüyün məlumatlara əsasən dəyişə və yaxud da hər gördüyün məlumat səni ayrı-ayrı emosiyalara salmış olsun. Məsələn, gəl özümüzə sual verək. Axırıncı dəfə nə zaman 10 dəqiqə kompüterə, telefona baxmadan dayana bilmişik və dayandığımız müddət ərzində ürəyimiz partlamayıb sıxılmaqdan. Cavabların nə oldu bilmirəm, amma cavabları komment hissəsinə yazsan çox sevinərəm ki, mən də səni daha yaxşı tanıyım. Çətindir bilirəm, 10 dəqiqə belə telefondan uzaq qalmaq bizə o hissi verir ki, mən həyatda nə isə itirirəm, kimsə birdən mənə yazar, kimsə birdən nəsə göndərər, birdən universitetim haqqında yeni bir şey öyrənməli olaram və s. və l. Bu çətindir. Çünki beynimiz artıq məzmun proqramlaşmasına fokuslanıb və biz elə bilirik ki, bu dəqiqə məzmun istilak etməsək, nədənsə geri qalmış oluruq və FOMO effekti ilə bağlı da yeni bir videoda danışa bilərəm əgər istəsəz. Amma nəticədə bu istilak etdiyimiz, aldığımız bu qədər informasiyanın hamısı keyfiyyətli deyil. Birincisi bizə çoxlu emosiyalar qatırlar, ikincisi isə hamısının keyfiyyətli olduğuna heç kim zəmanət verə bilməz. Və məsələ budur ki, məzmunlar, yaxşı məzmunlar olduğu qədər pis məzmunlar da bizim kim olduğumuzu formalaşdırır, bizim necə düşündüyümüzü formalaşdırır, hansı emosiyaları hiss etdiyimizi, nə düşündüyümüzü, axşam hansı keyfiyyətdə yuxu yata bildiyimizi formalaşdırır. Yəni bunlar bizim heç düşünmədiyimiz qədər bizə çox təsir edir. Gəlin bunu münasibətlər üzərindən nümunələşdirək. Sizin bir partneriniz var. TikToka girəndə görürsən ki, partnerlər bir-birlərinə çox hədiyyə alırlar, hamı xoşbəxtdir. Şərhlərdə yazan insanlar onların xoşbəxtliyini bölüşürlər və deyirlər ki, bu əsl evlilik materialıdır. Və sən düşünürsən ki, görəsən məndə nə problem var ki, mənim partnerim mənə istədiyim şeyi almır. Yəni birdən-birə heç bəlkə də o problem deyilkən sizin münasibətiniz arasında ki, hər bir münasibətin öz dinamikası var. Məncə münasibətlər üzərində ekspertlərin daha yaxşı danışacağı bir şeydir ki, bəli, hər münasibətin öz dinamikası var və hər münasibətə hədiyyə alınmalı deyil. Amma sən birdən-birə sosial mediaya baxıb düşünürsən ki, mənim partnerim mənə hədiyyə almırsa, deməli nəsə problem var. Amma bəlkə də heç sən özün də hədiyyə istəmirsən. Yəni bu cürə kiçik mövzularda media və istilak etdiyimiz məzmunlar bizi heç düşünmədiyimiz qədər çox təsirə məruz qoyurlar. Və bütün bunları istilak etdikcə və bütün bunlar bizə təsir elədikcə biz medianın xoşuna gələn ideal istilakçı tipi oluruq. Tənqid eləmirik, analiz eləmirik, qarşımıza nə qoyulursa onu sorğusuz sualsız uduruq. Araşdırmalara görə müasir insan gündə bəlkə də 1000-2000 qədər reklam istilak edir.
Bu rəqəmlar əlbəttə ki, müxtəlif ssenarilərlə qabağımıza qoyulur. Yalnız bunu al kimi yox, amma bunu alsan həyatın gözəlləşəcək, bunu alsan bütün problemlərin həll olunacaq, bunu alsan dünyanın ən gözəl qadını, ən yaraşıqlı kişisi olacaqsan və s. və l. Bu cür ssenarilər qarşımıza qoyulur. Və bir növ fiziki aclıq qədər beynimiz də bu acılığa tabe ola bilmir. Çünki bir gün əgər sən 600 dənə kontent istehlak edirsənsə, sabahsı gün bu 200 olanda ola bilər ki, sən özünü daha rahat hiss edəcəksən, amma bilməyəcəksən ki, bunun səbəbi sənin daha az kontent istehlak etməyindir. Və sabahsı gün artıq 600 yox, 1000 kontent istehlak eləyəndə və sənin beynin heç olmadığı qədər çox yorulanda, sən nə işini düzgün görə biləcəksən, nə ürəyin istəyən qədər məhsuldar olacaqsan, nə ailə arasında istədiyin qədər mövzulara qatıla biləcəksən. Çünki sən yorğunsan. Çünki sənin beynin artıq heç nə eləmək istəmir. Çünki sən 1 saat scroll eləyib TikTokda, Instagramda, Facebookda, nə bilim X-də sürüşdürüb o qədər çox məlumat almısan ki, sənin artıq real münasibətlərə, real insan dialoqlarına halın, heyin qalmayıb. Və bu yalnız o deyil. Dediyim kimi işdə, təhsilində, dərslərində, özünün inkişafında bunların hamısı öz əksini, neqativ əksini yavaş-yavaş göstərməyə başlayır. Hansı ki, sən bunu heç anlamırsan ki, bunun səbəbi budur. Və informasiya yorğunluğu sadəcə səni emosional olaraq zəiflətmir, həm də səni passivləşdirir. Çünki bayaq qeyd etdiyim kimi, sən artıq fərqləndirə bilmirsən. Nə doğrudur, nə yanlışdır, hansı fikir mənimdir, hansı fikir mənim deyil, hansı fikir sadəcə olaraq trenddədir. Çünki bir gün görürük ki, TikTok əhli yığışır bir nəfər linç etməyə başlayır. Məsələn, mən heç razı deyiləm bu linçlə, bu linçləmə kampaniyası ilə. Amma görürəm ki, mənim yox deməyim, uşaqlar niyə linçləyirsiniz ki, burada heç bir mənası yoxdur deməyimin bir mənası qalmır. Çünki insanlar artıq buna başlayıblar və mən bunu tək insan olaraq dayandıra bilmirəm. Və mən iki seçimim olur. Ya ümumiyyətlə o gündəmdən kənarda qalıram, hansı ki, bir çox insan dediyim FOMO effekti sayəsində kənarda qalmaq istəmir heç nədən, və yaxud da mən onlardan birinə çevrilirəm. Çünki yavaş-yavaş gördüyüm şeylər mənim fikrimi ona görə formalaşdırmağa başlayır ki, davamlı olaraq həmin o insana qarşı, şirkətə qarşı, quruma qarşı, nə bilim, qruplara qarşı nə linç edilirsə, mən onunla bağlı müxtəlif 20 dənə kontent görürəm və bir yerdən sonra deyirəm ki, bəlkə doğrudan lazımlı bir linçdir bu. Bəs bu mənim fikrimdirmi? Əlbəttə deyil. Nə oldu o birinci gündən bu linç kampaniyasını görmüş insana ki, mən düşünürdüm, axı bu linç kampaniyası düzgün deyil və 5 gün mən həmin kontentə məruz qalandan sonra artıq düşünürəm ki, deyəsən çox da səhv deyillər. Və niyə fərqləndirə bilmirik? Çünki bir yerdən sonra bizim hisslərimiz eyniləşir. Faciə, zarafat, dünya müharibəsi, İnsanların ölümü və yaxud da çox xoşbəxt olan bir hal bizə artıq hamısı normal gəlməyə başlayır və yaxud da emosiya veririksə, çılğın şəkildə veririk. Çünki digər insanların hamısı çılğın şəkildə reaksiya veriblər. Və bu anda artıq biz individual olaraq öz obrazımızdan kənara çıxıb media oyuncağına çevrilməyə başlayırıq. Bu media mexanizminin yavaş-yavaş içində udduğu, yavaş-yavaş digər yüz minlərlə insanla eyni cürə formalaşdırdığı bir oyuncağa çeviririk. Və mən bunu LinkedIn-də həmişə tez-tez deyirəm, burada da demiş olum. Bu arada məni LinkedIn-dən izləyə bilərsiniz. Media tənqidi deyəndə, media savadlılığı deyəndə, medianı analiz etmək deyəndə insanlar elə bilirlər ki, yəqin bu yalnız media insanları üçün, jurnalistlər üçün, media mütəxəssisləri üçün lazım olar. Amma başa düşmürsünüz ki, əgər biz hər gün medianın içindəyiksə, bir istifadəçi kimi, jurnalistlərdən çox bu bizə lazımdır. Bizik bu medianı dolandıran, bizik bu medianın oxucusu, bizik bu oyunların üzərində aparılan eksperiment siçanları. Deməli, biz heç olmadığı qədər çox media tənqidini anlamalı, medianı analiz etməli, təhlil etməyi bacarmalıyıq. Bunları da düzgün edə bilmək üçün də biz bu strategiyaları anlamalıyıq ki, deməli bu gündəm təyin etmə nəzəriyyəsindən yola çıxmış bir strategiyadır. Deməli bu FOMO effekti yaratmaq istəyir. Deməli bu marketinq strategiyası məndə qorxu yaratmağa çalışır. Yox, böyük ehtimalla media tənqid eləməsən işini itirməyəcəksən, sevgilindən ayrılmayacaqsan, ailənlə aran pis olmayacaq, dostlarla aran pis olmayacaq. Media tənqid etməyi bilməsən, bunların heç birisi baş verməyəcək. Amma ən pislərindən biri olacaq. Sən artıq özünlə bağlı nə düşündüyünü anlamayacaqsan. Fikirlərin üzərində kontrol səndən yox, başqalarına keçmiş olacaq. Medianı idarə edən insanlara keçmiş olacaq. Hər gün TikTokda gördüyünü insanlara keçmiş olacaq. Onlar həm pulunu qazanırlar, həm səni idarə edə bilirlər, həm də özlərinə icma yaradırlar bu qorxu üzərindən. Yəni mən bilmirəm bundan daha distopik nə ola bilər bu dünyada ki, biz artıq oxuduğumuz, gördüyümüz, izlədiyimiz şeylərin mənasını anlamırıq və bizə hər şey artıq normal gəlir. Biz təhlil edə bilmirik. Nə görürüksə onu birbaşa uduruq. Yeni bir yeməyin dadına baxanda biz birinci iyləyirik, birinci üzünə baxırıq. Başqa insanlardan müxtəlif fikirlər alırıq ki, görək ümumiyyətlə bu bizə uyğundur ya deyil. Amma internetdə isə bu belə deyil. Nəinki internetdə, televiziyada isə bu belə deyil. Kanalı açdıq, qabağımıza nə qoyulursa onu istehlak etməyə başlayırıq, amma anlamırıq ki, ümumiyyətlə bu mənə uyğundurmu? Və əlbəttə ki, Elgizin
xoşgörəmin verilişlərinə baxanda bunu anlamaq daha asandır. Çünki ictimai fikir var bu üzrə. Nəzərə alın ki, 0 like olan, 0 kommenti olan və birbaşa sizə ünvanlanmış bir videoya baxanda siz ona nə qədər fikir bildirə bilərsiniz? Bu da əlbəttə ki, müxtəlif bununla bağlı da terminlər var. Ekokameralar və filtr bubulları, filtr köpükləri kimi. Əgər maraqlıdırsa sizə bunların hamısını danışa bilərəm. Yəni media bir mexanizmdir və o mexanizmin bazasını yaradan kiçik elementlərin hamısı ilə bağlı müəyyən fikirlərim var və mən bunu istəyirəm ki, sizlə bölüşüm. Amma bu bölüşmə məsələsi yalnız o halda ola bilər ki, mən anlayım ki, mənə dinləyən insanlar var və bu dəstəyi mənə necə eləyə bilərsiniz? Like eləyərək, şərh yazaraq, hansısa bir dostunuzla bölüşərək. Mütləq deyil ki, 5000-lik səhifəniz olsun və mənə orada bölüşəsiniz. Heç bu mənim istədiyim bir şey də deyil. Amma əgər bir dostunuza göndərə bilirsinizsə ki, bax burada maraqlı bir şey var, məncə sənə də maraqlı olacaq. Bu kifayət eləyər. Və eyni şəkildə bütün danışdığım bu şeylərin hamısını mən kompakt bir halda 8 günlük 4 videodan ibarət onlayn media tənqidi kursunda keçirəm onsuz da. Bütün açıqlamalar həm açıqlama hissəsindədir, həm də bundan əvvəlki videoda kiçik bir şəkildə mən öz kursumla bağlı qeydlər vermişəm, kursumun kontenti ilə bağlı müəyyən şeylər danışmışam. Maraqlıdırsa, keçid edib videoya baxa bilərsiniz, məni LinkedIn-də izləyə bilərsiniz. Kursum haqqında məlumatı açıqlama hissəsində öyrənə bilərsiniz və ya da sadəcə olaraq məni nə bilim Instagramda, TikTokda, müəyyən yerlərdə izləməyə ala bilərsiniz ki, ən azından pulsuz kontentlərindən yararlana biləsiniz. Və nəhayətində özünüzə yaxşı baxın. Ümidvaram bu video sizin xoşunuza gəldi. Şərh yazmağı, like eləməyi, paylaşmağı, abunə olmağı unutmayın. Görüşənədək.